Salam. Gəlin bugün çox maraqlı bir mövzuya, birbaşa həyatın içindən gələn bir izahata başlayaq. Bugün biz Azərbaycanın hüquq sisteminin o qəliz, bəzən isə adamı lap çaşdıran insan reallıqları ilə necə üz-üzə gəldiyindən və ədaləti təmin etmək üçün özünü necə təkmilləşdirdiyindən danışacağıq. Təsəvvür edin, bir tərəfdə qanunun quru, sərt hərfləri dayanıb, digər tərəfdə isə 10 illiklər boyu davam edən film kimi mürəkkəb ailə dramları. Bəs qanun bu xaotik vəziyyətlərdə qızıl ortanı necə tapır? Gəlin ailə qanunvericiliyimizin bu heyrətamiz təkamülünə addım-addım nəzər salaq. Çox maraqlı və bir o qədər də həyati bir sualla başlamaq istəyirəm. Təsəvvür edin, kimsə rəsmi qaydada başqası ilə evlidir, yəni qanuni olaraq boşanmayıb, amma bir yolunu tapıb gedib yenidən evlənir. Sual budur. Qanun buna necə reaksiya verir? Yəni bu sadəcə xırda bir sənəd xətasıdır, yoxsa bütöv bir ailənin taleyini alt-üst edə biləcək çox ciddi qanun pozuntusudur? Gəlin baxaq. Bütün bu prosesi anlamaq üçün bugün 5 əsas dayanacağımız olacaq. Nikahın qanuni şərtləri, məhkəmənin səlahiyyət hədləri, bəzən etibarsız nikahın necə etibarlı sayılması, vahid məhkəmə təcrübəsi və nəhayət, məhkəmə ekspertizasının bu işdəki rolu. Biz evliliyin ən təməl qaydalarından çıxış edərək iki çox fərqli və dramatik məhkəmə işinə baxacaq, sonda isə bütün məhkəmə sistemini kökündən dəyişən islahatları müzakirə edəcəyik. Beləliklə, birinci hissə. Nikahın qanuni şərtləri. Gəlin dərhal ailə qanunvericiliyimizin mütləq təməllərinə, yəni əsas oyun qaydalarına nəzər salaq. Ailə məcəlləmizin tələbi çox aydın və sərtdir. Bizdə yalnız tək nikahlılıq qəbul edilir. Yəni, əgər kimsə artıq rəsmi nikahdadırsa, onun yeni bir nikah bağlaması birmənalı olaraq qadağandır. Nöqtə. Əgər kimsə necəsə bunu edərsə, həmin yeni nikah elə bağlandığı andan etibarən əsassız, safta və etibarsız sayılır. Dövlət bu qayda ilə çox haqlı olaraq həm ailə institutunu, həm də fərdlərin hüquqlarını qoruyur. Amma bilirsiniz, burada ən cəlbedici məqam nədir? Qanunun kimə bu saxta nikahı ləğv etdirmə hüququ verməsi? Siyahıya fikir verin. Heç nədən xəbəri olmayan yeni həyat yoldaşı, əvvəlki, yəni hələ də rəsmi evli sayılan tərəf və ya saxta nikahın qurbanı olan şəxs. Qanun burada birbaşa zərər çəkən, günahsız insanların tərəfində dayanır və onlara aldadıldıqları halda haqlarını bərpa etmək üçün çox güclü bir silah verir. İndi isə keçirik ikinci hissəyə, məhkəmənin səlahiyyət hədləri. Həyat heç də həmişə qanun kitablarındakı kimi asan deyil, elə deyilmi? Gəlin 2014-cü ildə baş vermiş və hakimlərin bu sərt qaydalar üstündə necə üz-üzə gəldiyini göstərən inanılmaz bir konstitusiya məhkəməsi işinə baxaq. Təsəvvür edin, qəhrəmanımız Ramin 2007-ci ildə rəsmi nikaha daxil olur. Lakin məhkəmədə boşanmasını tam rəsmiləşdirmədən gedib 2010-cu ildə Leyla adlı xanımla ikinci dəfə evlənir. İndi ən qəribə və paradoksal tərəfinə gəlirik. Bir neçə il sonra Ramin özü məhkəməyə müraciət edir ki, bəs mənim özümün bağladığım bu ikinci nikahı gəlin ləğv edək. Bəli, adam öz etdiyi qanunsuzluğu yenə özü ləğv etdirməyə çalışır. Bu isə hüquqi sistemdə əsl fırtına yaradır. Və məhkəmələr burada sözün əsl mənasında ikiyə bölünür. Apellyasiya məhkəməsi deyir ki, bir dəqiqə, Ramin əvvəldən nə etdiyini çox yaxşı bilirdi, öz etdiyi qanunsuzluğa görə indi ondan öz xeyrinə istifadə edə bilməz. Çox məntiqli səslənir, amma ardınca ali məhkəmə prosesə qoşulur və tam əksinə qərar verir. Onlar Raminin sanki bu vəziyyətdən xəbərsiz olduğunu qəbul edərək nikahı ləğv edirlər. Bəs belə bir şey mümkündürmü? Yuxarı instansiya məhkəməsi faktları öz istədiyi kimi dəyişə bilərmi? Konstitusiya məhkəməsinin cavabı çox sərt və birmənalı olaraq xeyr olur. Onlar ali məhkəmənin qərarını ləğv edir və onu ciddi şəkildə qınayırlar. Ortaya qoyulan prinsip budur. Heç bir yuxarı instansiya məhkəməsi öz səlahiyyətlərini aşa, sadəcə havadan yeni faktlar icad edə və prosesi lap əvvəldən başlanan kimi qura bilməz. Qayda qaydadır və heç kim proseduru poza bilməz. Üçüncü hissə. Etibarsız nikahın etibarlı sayılması. İndi gəlin bayaqki o sərt qaydalara millimetrinə qədər tabi olan prosesi 2026-cı ildəki tamamilə fərqli, reallığa uyan bir qərarla müqayisə edək. Bu dəfə məhkəməyə bir vətəndaş gəlir və atasının düz 1976-cı ildə qurduğu ikinci nikahın ləğv olunmasını istəyir. Səbəb? Çünki atam 1976-cı ildə evlənəndə sən demə texniki olaraq hələ də 1974-cü ildəki birinci nikahında qanuni evli sayılırmış. O, birinci yoldaşından rəsmən ancaq illər sonra, 2004-cü ildə boşanıb. Fikir verirsinizmi? İllərlə bir yerdə yaşayan bir ailənin taleyi birdən-birə sual altında qalır. Bəs bu dəfə məhkəmə 10 illiklər əvvəlki bu qarmaqarışıq vəziyyətə necə qiymət verdi? Ötən işdəki o kəskin sərtlikdən əsər əlamət yox idi. Ali məhkəmə çox praqmatik bir addım atdı.
və bildirdi ki, bəli, vaxtilə qayda pozulub, amma 2004-cü ildə birinci nikah rəsmən bitdiyi üçün artıq ikinci nikahın qarşısındakı maneə yox olub. Nəticədə 1976-cı ildəki nikah qanuni sayıldı. Bu ona görə möhtəşəm qərardır ki, burada sadəcə quru hərflərə deyil, arxasında dayanan ailənin mirasına, uşaqların hüquqlarına və real həyata dəyər verildi. Dördüncü hissəyə gəldik. Vahid məhkəmə təcrübəsi. Burada yəqin ki, çox təbii bir sual yaranır. 2014-cü ildə qaydaları pozduğuna görə qınanan ali məhkəmə necə oldu ki, illər sonra belə ardıcıl və məntiqli presedentlər yarada bildi? Nə dəyişmişdi? Baxın, bu əslində hər birimizi bir vətəndaş olaraq dərindən düşündürməli olan bir məsələdir. Əgər işiniz məhkəməyə düşsə, o hakimin qərarının sadəcə bir təsadüf ya da şəxsi rəy deyil, ölkə boyu işləyən, sabit, etibarlı bir qanun tətbiqi olacağına necə əmin ola bilərsiniz? Cavab, 2019-cu ildə Mülki Prosessual Məcəlləyə edilən çox ciddi dəyişikliklərdə gizlidir. Bu islahatla, necə deyərlər, vahid məhkəmə təcrübəsi adlanan yeni bir reallıq yaradıldı. İndi əgər hər hansı bir hakim köhnə qaydalardan fərqli bir yanaşma etmək istəyirsə, bunu sakitcə, tək başına edə bilməz. İş dərhal bütün mülki və kommersiya hakimlərindən ibarət böyük bir kollegiyaya təqdim edilməli və orada hər kəs üçün etibarlı olacaq tək bir qərar qəbul edilməlidir. Yəni, bir sözlə məhkəmələrdə ikili standartlara son qoyuldu. Və nəhayət, 5-ci hissə. Məhkəmə ekspertizasının rolu. Qanunların vahid olması əladır. Bəs surət? 2019-cu il islahatları ekspertizaların təyini qaydalarını da, necə deyərlər, tamamilə yenilədi. Yəqin ki, məhkəmələrdə aylarla, bəzən hətta illərlə ekspert rəyini gözləyən insanlardan eşitmisiniz. Bu böyük bir problem idi. Amma o günlər artıq bitdi. İndi qanun çox konkret deyir. Ekspertlər standart rəylərini maksimum bir ay ərzində təhvil verməyə məcburdular. Bəzi xüsusi və daha sadə işlər üçünsə bu müddət 10 günə, hətta inanın ki, cəmi 3 günə qədər azaldılıb. Gecikməyə yer yoxdur. Bəs ekspert qaydanı pozsa nə olacaq? Sistem burada da çox prinsipialdır. Əgər bir ekspert işini təyin olunmuş müddətə bitirməsə, o, şəxsən öz cibindən 100 manat məbləğində cərimə olunur. Və razılaşaq ki, pul məsələyə daxil olanda işlər həmişə daha məsuliyyətlə və sürətlə görülür. Lakin 2019-cu il islahatlarının şəxsən mənim üçün ən möhtəşəm tərəfi vətəndaşlara verilən yeni hüquqlardır. Artıq ekspertizaya göndərmək üçün sənədlərinizi və əşyalarınızı özünüz birbaşa təqdim edə bilərsiniz. Ekspertin qərarı aydın deyil, ondan rəsmi izahat tələb etmək haqqınız var və ən inqilabi dəyişiklik, əgər dövlət ekspertinə güvənmirsinizsə, öz büdcənizlə gedib müstəqil, özəl bir ekspert tuta bilərsiniz. Bu, şəffaflıq üçün nəhəng bir addımdır. Bugün incələdiyimiz bütün bu hekayələrə baxsaq, o qəliz və qarışıq ikinikahlılıq problemlərindən tutmuş, ekspertizadakı saat kimi işləyən islahatlara qədər əslində vacib bir həqiqəti görürük. Ədalətli hüquq sistemi donmuş, dəyişməz qaydalar toplusu deyil. Əsl hüquq sistemi öz səhvlərini anlayan, inkişaf edən və ən əsası insan həyatının ailələrin gerçəkliklərinə uyğunlaşmağı bacaran canlı bir mexanizmdir. Sonda sizə belə bir sualım var. Sizcə qanun həmişə quru hərflərə kor-koranə tabe olmalıdır, yoxsa reallığın nəzərə alıb ailələri qorumağı seçməlidir? Düşünürəm ki, bugünkü materialımız bu barədə düşünmək üçün sizə çox maraqlı məqamlar verdi. Bugünlük bu qədər, növbəti izahatlarda görüşənədək.